Dim test toplusuna yeni əlavə olunmuş sualın izahına baxaq. Şərtdə bizə deyir ki, əköb AB çıxılsın əbəb AB bərabərdir 45, əköb AB üstəgəl əbəb AB bərabərdir 55 olarsa, təlinlər sistemində AB hasilini tapın. Biz bunları alt-alta toplasaq alarıq ki, 2 əköb AB bərabərdir 100-ə. Onda əköb AB özü bərabər olacaq 100 bölünsün 2-yə, yəni 50-yə. Burada aparıb yerinə qoysaq, 50 çıxılsın əbəb AB bərabərdir 45-dirsə, onda əbəb AB də 5-ə bərabərdir. Bizdən soruşduğu AB hasilidir. Əbəb əköbün düsturuna əsasən, əbəb AB vurulsun əköb AB bərabərdir elə A vurulsun B hasilinə. Əbəbı tapmışıq 5-dir, əköbü də tapmışıq 50-dir. Onda 5 vurulsun 50 bərabər olacaq 250-yə.